Qidanın tərkibində vitaminlər olmadıqda orqanizm funksiyaları pozulur və nəticədə sinqa, raxit, qanaxma, boy artımının ləngiməsi baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada belə vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Maddələr mübadiləsinin tənzimlənməsində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin vitaminlər həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da var. Vitaminlər qida maddələrinin sorulması və orqanizmdə biokimyəvi reaksiyaların baş verməsində çox mühüm rol oynayır. Onların bir çoxu orqanizmə qida vasitəsilə daxil olur. Bəziləri isə bağırsaqların mikroflorası tərəfindən sintez olunur. Hər hansı vitaminin qida rasionunda çatışmaması hipovitaminoz adlanan xəstəliyin yaranmasına səbəb olur. Vitaminlərin qida vasitəsilə daim orqanizmə qəbulu zəruridir. Bu xüsusən A, D, B, PP və C vitaminlərinə aiddir.